Girirsən otağa, birdən fikirləşirsən ki, mən bura niyə gəldim? Neyləmək istəyirdim? Buna psixologiyada beyin dumanı deyirlər. Brain fog. Bəzən kiçik unutqanlıqlar olur. Məsələn, kiminsə adını yadına salmaq istəyirsən, bildiyin bir şeydir, amma nə qədər düşünürsən, xatırlaya bilmirsən. Bəzən diqqətini cəmləyə bilmirsən. Bir nəfərə qulaq asırsan, amma tez bir zamanda diqqətin yayınır. Və ya kitab oxuyursan, ikinci sətrə çatmamış, fikrin getdi başqa yerə, artıq kitabın nə yazdığını anlaya bilmirsən. Beynini, özünü hər zaman yorğun hiss eləyirsən. Bəzən hiss eləyirsən ki, düşünüb qərar verməkdə gecikirsən, sanki ləng qərar verə bilirsən. Bir iş görmək istəyirsən, onu sona çatdırmaqda əziyyət çəkirsən. Həvəslə işlərini görə bilmirsən. Səni çox həssaslaşdıra bilər, çox tez inciyən olubsan, tez hirslənirsən, tez reaksiya verirsən. Bunların hamısı səbəb olur ki, gedərək sən özünə inamını itirəsən, özgüvənin azalır və öz-özünə düşünürsən ki, mənə nə olub? Yaş öz işini görüb, qocalmışam deyib, bu problemə ciddi yanaşmayıb, ötüb keçirsən. Ya da ki, yıxırsan nəyinsə boynuna, ya deyirsən, ailə məni belə elədi, həyat çətinləşib. Bu problemin həll yollarını açıqlamada qeyd etmişəm, oxuya bilərsiniz.